Salam dostlar, kanalıma hoş gelmişsiniz. Yadınızdadırsa, mən bu ağacları sizə çekmiştim çiçək açan vaxtı. İyun ayında magnolia ağaclarıdır. İndi də buradan keçirdim, istədim sizə çekeyim ki, bunların güllərinin yerində baxın, belə maraqlı, bilmirəm toxumdur, bilmirəm buradan yenə də gül olacaq. Bax belə qırmızı toxum. Yəqin ki toxumdur. Bu çox gözəl və çoxdur burada ağac. Bunlar hamısı iyun ayında qəşəng ağ güllər, yekə güllər açır və çox gözəl də qoxusu var. Mən isə gedirəm Park Bulvarda, bilirsiniz ki outlet günlər keçirildi yenə də. Bugün son gündür. Ona görə mən sizə outleti çəkməyəcəm. Yəni çox blogerlar artıq çəkib paylaşıb. Mən Zəfər bayramımız da yaxınlaşır. Görürsünüz də qəşəng tablo edib Hilton oteli. Və mən sizə sadəcə şəhərimizi və bulvarı çəkəcəm. Baxın, nə gözəl. Yoldaşı da velosipeddə gəl. Güzel belə bir aktivite var bulvarda. Ailəlikcə gəlib əylənə bilərsiniz. Burada qağayılar çox qəşəng düzülüb oturub. Onları sizin üçün çəkəcəm və gəmilərim. Yəqin ki, Zəfər bayramı üçün artıq gəmilər düzülüb. Görürsünüz, gəmilər. Və bunlar hər zaman ac quşlar. Balaca bir dənə çörək atsan, görün burada nə olur. Mənim elə bir video var. Fərhadla, bacım oğluyla. Burada bayraq meydanı görsənir. Hava sakitdir, sərindir, amma yəni gözəl gəziləsi havadır. Burada sizinlə sağollaşıram dostlar. Sağ olun.